Bəsindəyik. Burada yaşayan sakinlərin şikayəti yanında durduğum 522 nömrəli avtobusla bağlıdır. Saray-Sumqayıt marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar köhnədir, standartlara cavab vermir. Biz istəyirik ki, avtobuslarımız təzələnsin, sideniyaları qırıqdır, yeniləri ilə əvəz olunsun. Sonra bu avtobuslarda çıxıb düşmək biraz çətindir, hündürdür. Bizim kimi adamlar oraya ayaqlarını qaldırıb qoya bilmir. Biraz rahat avtobuslar olsun. Yenisi ilə əvəz olunsa əlbəttə ki, yaxşı olar. Hər kəs üçün yaxşı olar. Bizi üçün də, uşaqlar üçün də, böyüklər üçün də, hamısı üçün. Bugünkü gündə standartlara cavab vermir. Soyuqda, istidə, yəni bəzisinin qapısı yaxşı işləyir, bəzisinin qapısı yaxşı işləmir. Düz vəziyyətdən çıxırıq. Müəyyən yerlərə gedib gəlirik. Amma bugünkü gündə bizi qane eləmir. 522 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı şirkətin mövqeyini öyrəndik. Bildirildi ki, növbəti illərdə avtobusların yenilənməsinə başlayacaqlar. Artıq bir ilə yaxındır ki, nəqliyyat vasitələrinin, avtobusların yenilənməsinə başlamışıq. Demək olar ki, 40% nəqliyyat vasitələrini yeniləmişik. Fikirləşirik ki, gələn ilin axırına qədər 522 saylı avtobuslara da əl gəzdirək, dəyişdirək, yeniləyək, insanlarımıza rahat olsun. Gündəlik iş gedir, hər gün avtobusların nəzarətdədir, hər gün texniki nəzarət olunur və çatışmayan nəyi varsa onlar da bərpa olunacaq. Elə sakinlərin də istəyi budur. Avtobuslar yenilənsin və ictimai nəqliyyata olan tələbat yüksək şəkildə təmin edilsin. Sərnişin daşımada qiymətlərin artdığı bir vaxtda ən vacib məsələ xidmət səviyyəsinin artırılmasıdır. Rövşən Tahir, Elşən Əhmədov.